Xeyr uşaqlar, növbəti videomuz Unit 27, Reading birinci hissəsi olacaq. Deməli, burada bizə bir tekst verir, ona aid 5 dənə çalışma verir. Gedək tekstimizi oxuyaq. Tekstimizi oxuduq, gəldik. Burada nədən danışır? Deməli, pandalardan danışır, onların xəzinin nə rəngdə olması, nə yeməyi, necə vaxt keçirtməyi, təhlükədə olmağı falan filan. Deməli, ümumi pandalardan danışır. Bizdən birincidə soruşur, tekst nə haqqındaydı? Bamboo forests yox, bambu meşələri deyil. One of endangered animals, bəli, təhlükədə olan, nəsli tükənmək üzrə olan heyvanlardan biri. Panda's unique black and white fur. Ağ-qara dərisindən, kürkündən danışır, vurğulayır, amma bütün tekst bu haqda deyil. The favorite food of pandas. Pandaların sevimli yeməyi haqqında danışmır. Deyir bambudur, ancaq ki, bütün tekst bu haqda deyil. Little animals all around the world. Dünyadakı kiçik heyvanlar haqqında danışmır, sadəcə panda haqqında danışır. Cavabımız B variantı olacaq. İkincidə məndən false olanı istəyir. Environmental activities do their best to help pandas. Bəli. Environmental activities necə gedir? Ətraf mühit aktivistləri mi? Yəni, təbiəti qorumaq istəyən aktivistlər pandalara kömək etmək üçün əllərinə gələni edirlər. Pandaların qara və ağ xəzləri var. Pandalar vaxtların əksəriyyətini yeyərək və dincələrək keçirdirlər. Pandas are not in danger. Pandalar təhlükədə deyil. Xeyr, onlar təhlükədədir və bizim köməyimizə ehtiyacımız var. Elə səhv variantımız D-dir. Niyə pandalar təhlükədədir? Çünki there are a few of them. Onlardan sadəcə bir az qalıbdır. Hərçənd son məlumatlara görə artıq pandalar təhlükədə deyil. Səhv eləmirəmsə, artıq onların sayı 3000-ə çatıbdır. Bir də ki, Çində bütün zooparklarda, səhv eləmirəmsə, heyvanat bağçalarında belə deyim, panda saxlamaq məcburidir və saxlayırlar, həmçinin dövlət onlarda yardım falan ayırır. Belə bir tekst oxumuşdum. Yəni, bu köhnə məlumatdır, amma yenə də. Hansı cümlələr düzgündür, fikirlər düzgündür? Panda is a kind of bear. Bəli, onlar mehriban varlıqlardır. Loves to have bamboo and it's their favorite food. Bəli. Are aggressive creatures. Yox, aggressiv varlıqlar deyil. Activists makes insecure spaces. No, secure. Deyir ki, aktivistlər pandalar üçün təhlükəli yerlər hazırlayır. Xeyr, təhlükəsiz yerlər hazırlayır. 1-2 düzgün cavabımdır. Məndən cümləni tamamlamağı istəyir. Pandas are symbols of peace and harmony in Chinese culture and people around the world are eager to help them love these kind giants. 2 və 3 olacaqdır. Yəni, bu nəhəngləri sevirlər və onların sağ qalması üçün kömək etməyə hazırdılar. 2-3.